Allah yeni əhdi bəxş edərkən Yeremiya 31-də belə izah etdi. Yeni əhdin övladları günahları bağışlananlardır və onlar mənim səmavi xalqım kimi qəbul etdiyim xalqdır. Gəlin Yeremiya kitabının 31-ci fəslinin 31 ayəsinə nəzər salaq. Rəbb bəyan edir. Allah bunu bəyan etmişdir. İsrail xalqı və Yahuda xalqı ilə yeni əhd bağlayacağım günlər yaxınlaşır. O, nəyi təsis edir? O, yeni əhd təsis edəcəyini söylədi. Luka fəsil 22 ayə 7-dən 20-yə qədər göründüyü kimi yeni əhd Pasxa vasitəsilə quruldu. Allah Pasxa çörəyini yeyib Pasxa şərabını içənlərə əbədi həyat bəxş edəcəyini vəd etdi. Çünki Pasxa çörəyi və şərabı Ədəm bağındakı həyat ağacıdır. O, həyat ağacını həqiqət qanunu olaraq bu şəkildə təyin etdi. Elə isə gəlin 33 ayədə onun yeni əhdi nə üçün təsis etdiyinə baxaq. O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir. Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da mənim xalqım olacaq. Rəbb belə bəyan edir. Bu qanuna sahib olanlar mənim xalqımdır və mən onların Allahı olacağam. O, belə möhkəm bir əhd bağlamışdır. Başqa sözlə, Allahdan gələn əbədi həyat qıntisi bizdə Pasxa vasitəsilə formalaşmışdır. İnsanlar Pasxanı Misirdən çıxış zamanı Nisan ayının 14-cü günü axşamı qeyd olunan bayram kimi başa düşə bilər, lakin şeytan təəccübləndi. Həyat ağacına gedən yol açılmışdı. Onu məhv etmək üçün eramızın 155, 197 və 325 illərində şeytan Pasxa həqiqətinin nurunun yer üzünə saçmasına davamlı olaraq mane olur və onu boğurdu. Nəticədə eramızın 325 ilində Pasxa yer üzündən yoxa çıxmış kimi göründü. Lakin bu həqiqət yox ola bilməzdi. Peyğəmbərliyə əsasən bu həqiqət müvəqqəti olaraq bastırıldı, lakin Allah ikinci dəfə həyat həqiqəti olan yeni əhd Pasxası ilə gəldi. Gəlin İbranilərə 9-cu fəslin 27 ayəsinə baxaq. Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, eləcə də Məsih bir çoxlarının günahını öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil. Xilas gətirmək üçün onu gözləyənlərə zühur edəcək. Orada neçənci dəfə zühur edəcəyi deyilir. Allah yer üzünə ikinci dəfə cismən gəlir. Məqsəd nədir? Məqsəd xilas gətirməkdir. Ədəm bağında xeyir və şər bilik ağacının meyvəsini yeyərək günaha və ölümə düçar olmuş bəşəriyyəti günah və ölüm bataqlığından xilas etmək üçün nə lazımdır? Həyat ağacı lazımdır. Pasxa mərasimi vasitəsilə bizə həyat ağacını bəxş edərək, o, bunu aydın şəkildə yeni əhd adlandırdı. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir. Bəşəriyyət imanın həqiqi və doğru yolunu tapmaq üçün həyat ağacını aparan yolu axtarmalıdır. Bəs bunu kim aşkar edə bilər? Mələklər alovlu qılıncla həyat ağacına gedən yolu qoruyurlar. Kimin əmri ilə? Allahdan başqa heç kim yoxdur. Bugün nə qədər ilahiyyat seminariyası var? Nə qədər ilahiyyat tələbəsi var? Müqəddəs kitabdakı ifadə ilə desək, dəniz sahilindəki qum kimi çox idi. Minlərlə insan müqəddəs kitabı diqqətlə öyrənib minlərlə dissertasiya yazsa da, Pasxanı qeyd etməliyik mövzusunda bir dənə də olsun nəşr yoxdur. Müqəddəs kitabın peyğəmbərliyi heyrətamiz deyilmi? Səmavi padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Belə peyğəmbərliklər yerinə yetirilir. Allahı düzgün şəkildə axtarmaq üçün içində həyat olan həqiqəti axtarmalıyıq. Bununla da moizəmi yekunlaşdırıram. Çox sağ olun.